edibsə və tövbə etməyibsə, fələhum əzabu cəhənnəm və ləhum əzabul həriq. İki Allahın xəbərlarıdır. Yəni, diqqət edin, insan özü-özünə qiymət verməz. Məsələn, namaz qılandır, oruç tutan insandır, özün heç kim sayılır. Mən heç kim. Ona nəsə olunanda da deyirəm, mən kiməm ki? Haqqı tapdalandı, deyirəm, mən kiməm ki? Çəkməkçi filan kəsin oluyam. Özünə qiymət vermir. Amma Allah yanında həmən bu şəxs nədir? Məsələn, Quranda ayə var. Kör, cəmiyyətə lazımsızın biri. Nə yazmaq bilir, nə oxumaq bilir, nə iş görə bilirsin. Kör da kör. Ancaq istəyir ki, bir nəfər tutsun, bunun əlindən gəzdirsin, bunu təmizləsin, bunun yeməyini versin. Uşaq, ucaqlı uşaq, qundaqlı uşaq. Kör, yəni bu. Gəlir hidayət olmağa, bir nəfər ona üzgüz, üzünü turşudur. Allah dərhal etiraz edir ki, baxa, bu təzkiyə üçün gəlib, paklanmaq üçün gəlib. Paklanmaq, yəni möminə üzgüz turşutmağa Allah Teala neyir? Qadağan edir. İndi üzgüz turşutmaq Allah qadağan edibsə, sevmirsə, əzab, əziyyət, qətil, bunların şiddətindən danışır. Mömin özünə qiymət verməsə də Allahın yanında dəyəri bəlli. Allahın yanında dəyəri bəllidir. Sən özünə qiymət vermə. Mən kiməm ki? Deyib yox. Amma hesab başqa. Sən iştirak eləmədən hesab gedir. O şəxslər ki, möminə əzab, istər mənəvi, istər maddi. Yəni istirab çəkdirir, qorxu yaşadır bir möminə. Allah Quranda deyir, möminata əzab verən şəxs əgər tövbə eləməyibsə, onu iki əzab göstərir. Bir, əzab-ı cəhənnəm, cəhənnəm əzabı. Cəhənnəm əzabı deməklə mövzu xətm eləmək olardı. Amma bu növ insanlara əlavə bir şapalaq da var. Cəhənnəm əzabı və əzabul həriq. Həriq, yəni odla. Cəhənnəmdə müxtəlif əzablar var. Heç insanın nə qulağı eşidib, nə gözü görüb. Xəyalından keçmir. O cəhənnəm əzabıdır. O da var. Bununla yanaşı əlavə nə də var? Odla da bir əzab. Əzab-ı cəhənnəm bir, əzab-ı həriq. Həriq, yəni hərq yandırmaq deməkdir. Odla və cəhənnəm əzabı. Buna kim layiqdir? Möminə əziyyət eləyən. Və əziyyətdə iki hissəyə bölünür. Həm maddisi, həm də mənəvi. Zəng vurur, başlayır həmə qorxu gəlməyə, elə eləyəcəm, vay halva. Eləməsə də, həmən bu addım ki atıb, yəni o özündə fikirləşir ki, qorxudun bunu, o məndən qorxsun. Heç məqsədi yoxdur onu məsələn işdən çıxartmaq və yaxud məqsədi yoxdur onun əlindən bağın, bostanını almaq. Sadəcə olaraq zorun göstərmək istəyir ki, bilündə mən kimim? Mən varam ha. Mən varam. Mənəvi istirab yaşatmağın özü də cəhənnəm əzabı əgər tövbə eləmişdir. Və odla qiyamət günü həmən insanı əzab gözləyir. Tövbə elədirsə, həqiqi tövbə, Allah Teala bu haqqına giriləndə, bu girənin də hər şeyi əvəz edəcək, ömrü qüvvəsi. İstisna olunmuş mövzulardan başqa. İstisna olunmuş mövzu nədir? Kim mümini bilərəkdən öldürərsə, Allah Quranda vəd verir ki, həmən adam əbədi cəhənnəmlidir. Və orada tövbə elədim, filan elədim, onun bəndləri var. Dünyada məsələn, o mömin ki, onu öldürüblər, onun varisi bu öldürəndən neyləyə bilər? Qisas ala bilər, onun qanını tökə bilər. Yox, mən tövbə eləmişəm, mənə əl vurmayın. Elə şey yoxdur, gətir başını. İstisna olunmuş mövzular başqadır. Bu ümumidən gedir ki, istisna olunmamış ümumilik.
Deməli, möminata əzab verib və tövbə etməyib, onları cəhənnəm əzabı və odla xüsusi bir əzab gözlər. Bu, mənfi istiqamət. Keçirik müsbətə. İnnəl-ləzīnə əmənu və amilussalihat. O kəslər ki, iman gətirir və salih əməllərlə məşğuldurlar. Ləhum cənnətun. Onlara cənnətlər cəm halda, bağlar, bağçalar deyək, məqamlar, məkanlar veriləcək. Təcri min təhtihəl ənhər. Hər tərəfindən nədir? Çaylar axan məqamlar, məkanlar veriləcək. Zəlikəl fəvzul kəbir. Fəvz qələbə deməkdir, zəfər deməkdir. Ən böyük zəfər, ən böyük qələbə nədir? Cənnəti qazanmaq. Ən böyük qələbə nədir? Cənnəti qazanmaq. Deməli, şəhidlər həm bu dünyada, həm də axirətdə ən böyük qələbəni onlar qazanır. Xoşallah. Bu dünyada qələbələri düşmən üzərində ən böyükdür. Məsələn, biz götürək özümüzdən də Qarabağ 30 il və daha artıq aşağı, yuxarı Azərbaycanlıyam deməyə, xüsusən Rusun əhatə elədiyi ərazidə adam utanırdı. Mən Azərbaycanlıyam deməyə şəxs utanırdı. Kimlik və qürur itmişdi 30 il. Amma 30 ildən sonra, yəni bu qələbə istər-istəməz hər bir insanın kimliyin, qürurunu qaytardı, qol qanad verdi, Azərbaycanlını dəxli oldu da olmadı da şəxs deyir ki, mən Azərbaycandanam. Heç soruşan yoxdur, hardansa. Niyə? Çünki buna tökan gəlir. Hə. Ən böyük qələbəni şəhid bu dünyada qazandı və axirəti də qazandığına görə Allah deyir, fəvzul kəbir. Ən böyük zəfər qələbədə həmən o cənnəti qazanırlarsa. Allah hamısını rəhmət eləsin. Amin. İnnə batşə rabbikə ləşədid. İndi Allah Taala sərt üzün göstərir. Kimlər üçün? Möminata əziyyət eləyənlər üçün. Vəd verir. Cəhənnəm var, xüsusi əzab var. Sonra buyurur, batş, yəni şiddət, əzab. Allahın şiddəti, əzabı nədir? Şiddətlidir. Allahın qəzəbi şiddətlidir. Sonra yumuşaq sifət. İnnəhu huvə yubdi'u və yu'id. Deməli, yoxdan ibtida eləyən, başlanğıc verən odur və öləndən sonra da həyata qaytaran nədir? Odur. Yəni, yoxdan yaradan və varı bir daha təzədən həyata qaytaran Allahdır. Vəl-ğafurul vədud. Bağışlayandır və sevəndir. Yəni, elə bilməyəcək ki, Allah bəndəsin nədir? Sevmir. Vud və vədud, yəni sevgi, məhəbbət deməkdir. Allahın vədudsudur. Zul-ərşil məcid. Ərş, deməli, yenə bu əqidə üstündə qurulan bir mövzuda ərş var, kürsü var, lövh var, qələm var. Bu şeylər bizim dərk edildiyimiz kimi ərş, yəni minbər kimi bir şey. Lövh, yəni lövhə, qələm, qələm. Kürsü, yəni oturmaq üçün bir deyək, bir vasitə, nədənsə. Bu bizim ağlımıza belə gəlir. Amma Allahın ərşi, Allahın kürsüsü, Allahın qələmi, Allahın lövhəsi bu fərqli bir məsələdir. Allah Taala özünü tanıtmaq üçün bax gör nədir? Deyir, bax mənim əzabım şiddətlidir, qəzəbim şiddətlidir. Yoxdan yaradan mənəm, ölüləri bir daha həyata qaytaran mənəm, bağışlayan mənəm, mehriban, sevgi göstərən mənəm və əzəmətli ərşin də sahibi mənəm. Yəni Allah Taala özün ərşlə tanıtdırır. Ərşin sahibi mənəm, ha, başqası deyil. Yəni Allahın adları silsiləsində diqqət elə biz Allahı nə ilə tanıyırıq? Onun adları ilə, sifətləri ilə. Ərş sahibi bu cür nə də Allah Taala özünü neyir? Tanır.
malik sifəti var, tamam. Bildik səmalarda, yerdə nə varsa hər şeyin maliki Allah Teala'dır. Amma bu çox fərqli bir məsələdir ki, ərşin də sahibi nədir? Mənədir. Ərş nədir? Özü böyük bir mövzudur.